Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Stop Narkotikaza verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə tədbirləri davam etdirilir. Daxil olan əməliyyat məlumatı əsasında paytaxtın Sabunçu, Yasamal rayonlarında, eləcə də Yevlax rayonunda keçirilən əməliyyatlarla əvvəllər məhkum olunmuş 59 yaşlı Şəhla Kərimova, onunla əlbir olan 31 yaşlı Əbəlfəz Şərifov, 37 yaşlı Babək Talıbov, 29 yaşlı Eyvaz Məmmədov və 43 yaşlı Çingiz İsmailov tutulublar. Onlardan 60 kiloqrama yaxın tərkibi zərərli maddələrlə zənginləşdirilmiş marixuana, elektron tərəzilər və bank kartları aşkarlanıb. Onlar ifadələrində narkotik vasitələri şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə əldə etdiklərini və maddi gəlir qazanmaq məqsədilə ayrı-ayrı ünvanlara çatdırmaq niyyətində olduqlarını bildiriblər. Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat istintaq tədbirləri davam etdirilir. Bu istiqamətdə aparılan digər əməliyyat tədbirləri nəticəsində isə Bakıda narkotik maddələr satan ata və oğul saxlanılıb. Stop Narkotikas xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Keşlə qəsəbəsində narkotiklərin satışını həyata keçirən əvvəllər dəfələrlə məhkum olunmuş 61 yaşlı Dilavər Məlikov və oğlu 38 yaşlı Emil Məlikov saxlanılıblar. Onların yaşadıkları ünvandan soyuducuda satış məqsədi ilə saxladıkları bükümlər formasında olan marixuana və metamfetamin aşkarlanıb. Dilavər Məlikov və Emil Məlikov Keşlə, eləcə də ətraf qəsəbələrdə narkotik vasitələrin satışını təşkil edən əsas şəxslər olublar. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. Digər bir əməliyyat isə Xətai rayonunda həyata keçirilib və burada da böyük miqdarda narkotik vasitə aşkarlanıb. Xətai rayonunda 40 kiloqram narkotik vasitə aşkarlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Stop Narkotikaza verilən məlumata görə, Xətai rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı Abşeron rayon sakini 29 yaşlı Emin Seyfullayev və tanışı 28 yaşlı Yadigar Məhərrəmov saxlanılıblar. Emin Seyfullayevin idarə etdiyi Ravon markalı avtomobilə baxış zamanı hər iki şəxsə məxsus 29 kiloqram 290 qram marixuana götürülüb. İdarə əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyat zamanı paytaxt sakini 46 yaşlı Vüsal Mehrəliyev də narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Ondan isə 1 kiloqram 780 qram heroin və 9 kiloqram 420 qram marixuana aşkarlanıb. Saxlanılan şəxslər narkotik vasitələri satış məqsədi ilə əldə etdiklərini bildiriblər. Faktlarla bağlı araşdırma aparılır. Oxşar xarakterli əməliyyatlardan biri də Suraxanı rayonunda baş tutub. Suraxanı rayonunda keçirilən əməliyyatda 8 kiloqram narkotik vasitə aşkarlanıb. Daxili İşlər Nazirliyindən Stop Narkotikaza verilən məlumata görə, Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı narkoşəbəkənin 3 üzvü, 48 yaşlı Natiq İbadov, 38 yaşlı Tural Ələkbərov və əvvəllər məhkum olunmuş 49 yaşlı Xəqani Bayramov saxlanılıblar. Onlardan 8 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. Saxlanılan şəxslər narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan narkotacirdən əldə etdiklərini və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətlərində olduqlarını bildiriblər. Faktlarla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Nəhayət, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt və bölgələrdə narkotik vasitələrin əlbəl satışı, onlayn dövriyyəsi və narkotik tərkibli bitkiləri kultivasiya edən şəxslərə qarşı silsilə əməliyyatlar keçirilib. Daxili İşlər Nazirliyindən Stop Narkotikaza verilən xəbərə görə, nəticədə mütəşəkkil dəstənin daha 19 üzvü saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 175 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana, heroin, tiryək, psixotrop maddə metamfetamin, 690 ədəd güclü təsir edici xassəyə malik metadon həbi və satış zamanı istifadə edilən elektron tərəzilər, bank kartları aşkar edilib. Saxlanılanların əksəriyyəti narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsini və satışını təşkil edən əsas şəxslərdən olublar. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslərin hər biri barəsində həbs qətimkan tədbiri seçilib. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.